Var oxuyan oğlanın adını da bilmirəm. Hə, bildim. Onu elə də bir ciddi söz demədim axı dostlar. Yola verdim onu mən. Əməlicə yola verdim onu mən. Bir dənə çay içdim özümə. Ay dostlar. Nuş olsun, çok sağ olun. Bayaq o fışıltı var idi, ondan idi. Nuş olsun, çok sağ olun. Salam. Dostlar, ekran bırak zəhmət olmasa, səhvəm nəsə aktivliyi azalıb, mütəmadi canlıya girmirəm deyə. Salam qardaş, necəsən? Təşəkkür edirəm, var olasın, şaiq. Mahnıların çox gözəl, təşəkkür edirəm. Səsinizə sağlıq, çox sağ olun. Salam, niyə yatmırsan? Paskal nədir? Səsiniz gözəldir. Çox sağ ol, gözəl olan. Yəni, elə mövzudur ki, deyə də bilmirsən, qulaqların gözəldir. Bu sizin qulaqlarınızın gözəlliyi. Salam, Elnur deyil mənim adım, Elnardır. Sual verdim, cavab vermədiniz. Nə sual? Salam, çox sağ olun, var olun. Kişinin görünüşü gözəl olmaz da. Yaxşıla. Nə əlaqə dedim ki, kişi yaraşıqlı olar, göyçək olar. Gözəl insan, gözəl müğənnimiz, necəsə, axşamınız xeyir. Əsmər, axşamınız xeyir. Salam, necəsə, təşəkkür edirəm. Salam. Xeyirli, əsas səsiniz yaxşı olsun. Salam, bir kuplet üzümüzümə. Vay, kupletə bax. Əsas qəlbiniz gözəl olsun. Özümə nə olub ki, ha? Yoraşıqlıyam, çölə çıxmağa elə mənim anam gül deyir ki, çıxmaq, xalqın qızları orada şey olur, pisləşirlər. Dişdən sual verəndə cavab vermirsiniz. Çünki mən burada fikir verir ki, mahnı oxumağı da deyəndə oxumuram. Çünki mən bura işlə bağlı daxil olmuram. Deyib gülüb əylənmək üçün daxil oluram. 17-18 yaşlarındakı vaxtınız yadıma düşdü. Allah uzun ömür versin ananıza, cümləmizə. Bir kuplet səsini sevirəm. Səsimi sevirsinizsə səhnə çıxışlarım olur. Gəlin dinləyin də. O, dəyərli mənim qardaşım, gözəl bəstəkar Arif. Ən çox harda çıxış edirsiniz? Çox restoranda. Salam, subaysınız, subayam.
Hoş olsun, çox sağ olun Əsmər. Melisa, hə, Subaylı səni alacaq. Nə olub? Görəsən sizdən nə vaxtsa bayağı mahnı eşidəcəyik, bir siz qalmışsınız. Əzizim, mən bunu hər zaman demişəm, bayağı musiqi yoxdur, bayağı təqdimatçı var. Sizin bayağı dediyiniz, istədiyiniz mahnını deyin, onu mən səsləndirsəm, bayağı səslənməyəcək. Salam sənətkar, aleyküm salam. Zəhmət olmasa, dostum. Sizdən bir xahiş edə bilərəm, baxır nə? Qal olsun, gözəl yemək pişirməyi də bacarsınız. Bəli, ən sevdiyim şeydir. Beynim sakitləşir, əsəblərim yerində olur. Necə ətir verim sizə? Damardan dərsi, özdə təzə qutardı, bax, büyün qutardı. Bakıda oluram. Salam sənətkar, maşallah, çox savadlı oxuyursunuz. Həm vurursunuz. Axırıncı vurduğum Gumin idi, Gumin. Mən Vulgari istifadə edirəm, Gumin sistem, Boys Imperial istifadə edirəm. Sən isə vallahi çox sadə insansız. Niyam, dostum dedim. Bəli, buyurun. Əsəbizsən mı? Götüyəm. Nömrə verim, yoxsa versin. Direktə yazarsınız. Direktə yazın nömrənizi. Yazılar. Sənətkar, savadlı insan, Allah sizi qorusun. Mən savadlı insan deyiləm, dostlar. Elə deyirsiniz, dostlar da elə bilir ki, mən özümə savadlı deyirəm. Ataram adını. Nəyin, kimin? Gecəniz xeyir, gecəniz xeyir. Kişi xeylağıyam, amma nədənsə utanıram. Utanma hissi qadına kişiyə baxmır ki, salam siz klipimizə çəkilmək istəyərdim. Ona rejissorlar qərar verir, dostum. İnanın, mən qərar verə bilmirəm ona. Əlim yoruldu, ürəkim. Gönləməz, tamam, var olasınız. İfə edə bilərəm. Yazdıqlarınızı tam oxumursunuz. Onun üçün tam başa sala bilmirəm sizi. Dostlar, yuxarı gedir tez-tez, ona görə. Həm danışıb, həm oxumaq, o yetənəyim istəyərdim olsun. Yoxdur. Hoş olsun, çox sağ olun. Sənətkar, var olasınız. Yazarıq, direktə ataram. Nəyi? Nədən gedir söhbət? Nə atırsınız? Salam, gözəl insan. Aleyküm salam. Dostum. Aleyküm salam. İş nömrəsidir. Elə ona göndərsəz də, ona salam yazsaz da şeyli olar. Ətir. Mənim ətirimi siz niyə atırsınız Melisa xanım? Onu tutanmadım.
Siz direktə yazın mənə. Cavablayaram sizə. Onda ifa edəcəm sizin mahnınızı. Yəqin ki, inciməz. Yox. Allah xoşunuz olsun, oxuyun. Niyam, nə istəyirsiniz? Bir dənə yazın. Yazımsınız. Özüm yazıb, özüm də oxuyuram. Heç bir xeyri yoxdur yazmağımın. Niyə? Düşmür sizə yazılar bəziləri. Bilmirəm. Əsas o da özün oxuyursan. Birini oxuyursunuz, beşi yox. Ben insanam da, yəni təkəm axı mən. Aleykümselam. Dostum. Niyam, metron qabağında uzanırsınız həkim görəndə ki, bir dənə xahiş edirəm, böyrəyimə baxın. Olur elə şeylər. Yox, mən oruç tuta bilmirəm, dostlar. Sağ ol da. Sual verin, görürsən sizə anormal gəlir. Mənə də sizin canlı yayımda bir müğənniyə, bir də mahnı oxu, qulaq asım deməyiniz anormal gəlir da. Həkimin səhnəsi əməliyyat otağıdır, klinikadır, hospitaldır. Müğənni səhnəsi də restoran və yaxud da konsert salonlarında. Sizdə o təəssüratı, başa düşürəm kimlər yaradıb sizdə o təəssüratı. Ki, yəni müğənni harada gəldi oxumalıdır. Yəni, olub bu metroda biləsiniz ki, məsələn, filan kəs həkimdir, yaxınlaşas, doktor, bir dənə xahiş edirəm, bax mənə, bir dənə qaldırıb belə göstərmirsinizmi kürəyinizi zaten? Və yaxud da metroda ağzınızı açmışsınızmı belə ki, stomatoloqa? Xahiş edirəm, bir dənə mənə bax, düşmə. Elə ağrıyır, elə ağrıyır. Olub mu elə şeylər? Yəni, az da yaşınız yoxdur. Yəni, mən düşünmürəm ki, sizin azdır yaşınız. Özü yazırsınız ki, xahiş edirəm. Elə bir adama deyirsiniz ki, xahiş edirəm səviyyəsizlik elə. Buna bənzəyir. Nə deyim? Kəmala Günəşlidən oxuyandan sonra bunu sizdən istəyirlər nədənsə. Yox, məndən həmişə istəyirlər, dostlar. Kəmala Günəşli ilə Tamara oxumamışıq ki, ciddi musiqi oxumuşuq da, normal musiqi oxumuşuq da. Və xalq tərəfindən də kifayət qədər sevilib. Sizin şəkəriniz var. Hardan bilirsiniz? Öləcəyimizi bilə-bilə niyə yaşayırıq? Bir insan ölümdən niyə danışsın axı? Sual verirəm. Hə.
Var, hə, var. Görmüsün nətər şirinəm. Ona boynundakı nədir? Boyunda nə olur? Boyunbaq olur da dostum. Üzükdür dostum, üzük. Dadı izi bilmirəm. Necəsiz? Təşəkkürlər, yaxşı olasın. Başa düşmədim. Nəyi? Bunların səsi də, qanacağı da süperdir. Var olasın, Fərid. Dediğinizi bilmirəm. Xahiş etdim. Nəyi xahiş etdiniz? Ha, şirinəm, çox şirinəm. Qarışqalar gecə qoymur yatmağa. Dostum. Hə, dostum nə? Niyə düzgün oxumursuz? Üzündən oxuya bilmirəm ya dostum. Sonra mı deyir sabahdısan? Salam, axşamınız xeyir gözəl qardaş. Aleyküm salam. Şirin olmağın bəllidir, bəllidir. Hə. Siz düz yazmışsınız da, bəllidir yazmışsınız axı. Salam sənətkar, klinikan işləyir, qardaş. Klinika partladır. Allah Azərbaycanda heç kim klinikaya salmasın. Niyam, nə istəyirsiniz məndən, ay Niyam? Neçə yaşınız var, ay Niyam? Canım, xoş gördük. Teşekkürler, necə sevinlər qaqa? Direktdə bir söz yazsam, oxuya bilərsiniz, zəhmət olmasa qaqa. Çalışaq, oxuyaq. ...43 yaş. 43 yaşında insana, baxın, deyirəm ki, yəni bu ölkədə 43 yaşında insan sözü başa düşmürsə, mən 16-17 yaşından nə gözləyim? Bayaqdan deyirəm ki, bir müğənniyə əslində canlı yayımda falan mahnınızı oxuyun demək səviyyəsizlikdir, o müğənnini səviyyəsiz yerə salmaqdır. Müğənninin ifa edəcəyi yer səhnədir və yaxud da toydur, toyun səhnəsidir. Necə ki, metro ilə gedəndə, hansısa riyaziyyatçı görəndə 2-2 neçə elir demirsinizsə, necə ki, bir həkimi yolda görəndə kardiologu və yaxud da stomatologu ağzınızı açıb həkimlə bura bax demirsinizsə, musiqi də bir elmdir, dostlar. Bu nədir? Nə xasiyyətli düşüb canınıza ki, canlı yayımda falan mahnı oxu da. Ola bilər, müğənninin özü ürəyi istəyər, belə dayanır, beynini oxumaq keçə, gitaranı qoşar, bir mahnı oxuya. Bu ayrı bir şeydir. Amma boynunun borcuymuş kimi rəftar eləməyiniz anormallıq deyə. Qardaş, giz-giz yazılanları oxumayın. Atın səssiz olur. Demədim, sənətkar. Demirəm, pis sözdür. Ay Melisa xanım, siz yaman şeysiz, elə bil ağıl vermək istəyirsiniz. Mən demirəm pis. Zaten elə pis odur ki, müğənni qayıdır deyir ki, mən canlı yayımda mahnı oxumuram. İndiyənə kimi də oxumamışam ha. Özüm istəyənlərdən zümzümə eləmişəm, bu ayrı şeydir. Pis şey, mən demirəm ki, orada söyür-söydür. Kaseti qoş nədir? Vay, vay, vay. Kaseti qoş. Ay qardaş, mən DJ-yəm, nəyəm və yaxud da burada hansısa xüsusi avadanlıq görürsən ki, mən kaseti özdə, kaseti qoş.
Vay be, YouTube'dan da qoş yox, kaset qoş. Vallar var ya, val, belə üstünə ondan da var, istəmirsiniz? Hə, plastin kazat qoşum, hə? Sigaret çəkəcəm deyə dostlar, üzümü biraz bu tərəfə tutacağım, nəzərinizdə olsun. Aleykümselam. Allah sizə səbir versin. Cümləmizə, bütün Azərbaycan xalqına səbir versin dostlar. Yox, plastika qoşacağım, plastika. Hə, məli başlı külək var. Tanımadım ama Sara kimdir? Karayev'deki Sara. Hə! Normal insan ya. Ne oldu indi burada? Gecəniz xeyir Elnar bəy, necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Pisliyə çəkənməz. Heç vaxt heç kimə pislik eləməmişəm. Çay süzülün qəşəng. Sən üzünə baxanda görünür ki, yaxşı insan var olasın.
Qardaşım, bir şey fikirləş, savadlı söhbətlər elə. Dostlar, mən indiyənə kimi heç vaxt planlı söhbət eləməmişəm, başınıza dönərəm. Verilişlərdə olur ki, hərdən söhbət düşür, onunla bağlı açıqlama. İşte hamı məsləhət vermək istəyir, nifrət elədiyim şeydir. Salam. Sual verək. Verin. Boğa bürcüyəm, Nurka. İnək bürcü, inək. Əzizdə biz gəncələr içində var olasın. Ayın 11-i Gəncədəydim. Orada İmperialda toydaydım. Həyatda bir insana yaxşılıq olunursa, nə etməli? Vəfa, hər kəs pis, hər kəsin içində pislik var. Heç kim deyə bilməz ki, mən 100% yaxşı insanam. Pislik məsələsi kiməsə qarşı pislik edirsən. O demək deyil ki, hər kəsə qarşı pislik edirsən. Məsələn, ola bilər mən birinə pislik edirəm, onunla yaxşılıq edirəm. O bir nəfərdən ötürü Elnar artıq pis insandır. Ona görə pis mövzusuna belə şey baxmayın. Dünyanın, dostum, belə deyək də, 1% məni sevməsə, milyondan çox insan eləyir. Sevmir. 1 milyondan çox insandır. Qardaş, nə çox çay içirsən, beləcəyəm. Salam, mədəniyyətinə, səsinə hörmət etdiyim yerlim. Gözəl insan var olasınız. Canlımız düşdü yenə aşağı. Dostlar, ekran tıklayaq. Hər kəsin axşamı xeyir olsun, axşamınız xeyir. Hanik. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. Görürsünüz, bax, maarifləndirici hər hansısa bir ciddi mövzuda müzakirə edən cəmiyyət olaraq böyük əksəriyyətimiz, dostlar, dünya deyirik, Avropada insanlar pul verir ki, dərs öyrənsin, maariflənsin, gedir, kursa yazdırır, skript öyrənir, biri riyaziyyat öyrənir, pul verir bunlar. Pul verir ki, mənə qiymət yazdı, oxumaq istəmirəm. Xoşda deyirəm, axı. Nə alalım? Bizdə də belədir. Neçə möhtəşəm səsiniz var, ilahi. Şad olun, sizi görmək var olan. Sən çox... Nə? Azera. Zer. Elə bildim. Üzürlü say.
Elə bildim şəkərsən deyəndə harda yazmışam ki şəkərəm? Şəkər olduğum gözəl insan. Sən xeyir olsun gözəl insan. Oruç tutmusunuz? Yox, tutmuram. Aleyküm salam Elvin. Ona görə elə fikirləşim. Yox, ümumiyyətlə tünd çay içmək ziyandır axı. Salam. Yazmaq olmur. Ətir satırsınız siz? Axşamınız xeyir. Saatın səsidir, bəli. Dostlar, gedim yatım, artıq mənasız suallar. Hüququmdurmu? Gözünüzün ucundakı kiprik-dirmi? Get-gedə artıq mənasız suallar başlayır. Öpürəm sizi. Gecəniz xeyrə qalsın. Yaxşı ki varsınız. Sağ olun.